Axşamınız xeyir olsun əziz qrup üzvləri. Biz bugünkü gündə Azərbaycan Respublikası təhsil qanunu haqqında danışacağıq. Deməli, təhsil haqqında Azərbaycan Respublikasının qanunu keçməmişdən öncə onu bildirim ki, Azərbaycan Respublikasında bütün qanunların əsas qanun, ana qanun konstitusiyadır, bilirsiniz. Konstitusiya 12 noyabr 1995-ci ildə qəbul edilib və konstitusiyanın 42-ci maddəsi təhsil hüququdur. 42-ci maddədə göstərilir ki, dövlət hər bir vətəndaşın təhsil almaq hüququnu təmin edir və təhsilin hər hansı bir pilləsinə və səviyyəsinə icbari təhsil, ümumi orta təhsildir. Baxın, və istedadlı şəxslərin sosial müdafiəsi dövlət öz üzərinə götürür. Deməli, dövlət təhsil sisteminə nəzarət edir. İcbari təhsil nədir? İcbari təhsil o deməkdir ki, bir var məcburi, bir də var icbari. Məcburi bir şəxsi fiziki, psixoloji təhsil göstərməkdə o fəaliyyəti həyata keçirir, döyürsən, qorxudursan. İcbari isə onun qanunla həyata keçirilməsi təmin edirsən. Yəni həyata keçirilməsi qanunla olur. Və inzibati xətərlər məcəlləsi var, inzibati qaydada, yəni cəzalandırma var, bir də cinayət məcəlləsi var. Yəni cinayət məcəlləsi hamı bilir ki, yəni inzibatidə də var ki, cərimələr var və inzibati xətalar məcəlləsi 181-ci maddəsində göstərilir ki, hər hansı bir şəxsi icbari təhsil 9-cu sinifə qədər icbari təhsildən məhrum etmək, icbari təhsilə mane olmaq olmaz. Bir də qoşulanlar var, amma qəbul edə bilmirəm. Baxın, deməli, fiziki şəxslər sən, mən 100 manat cərimə oluruq. Vəzifəli şəxslər 300 manat cərimə olur. Hüquqi şəxslər isə, müəssisələr isə 5000 manat cərimə olurlar. Baxın, təhsil haqqında qanun vətəndaşların Azərbaycan Respublikasında, yəni Respublikasının konstitusiyasında təsbit olunmuş, göstərilmiş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini, biz 3-cü maddədə keçəcək təhsil sahəsində dövlət siyasətinin 10 əsas prinsipi var və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir. Təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunlar və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Əvvəla bunu deyək ki, əsas qanun konstitusiyadır. Konstitusiyanın hər bir maddəsinə uyğun olaraq qanunlar qəbul edilir və 42-ci maddədən danışdıq, təhsil haqqında qanun, ümumi təhsil haqqında qanun var, peşə təhsil haqqında qanun, məktəbə qədər təhsil haqqında qanun, xüsusi təhsil haqqında qanun, elm haqqında qanun, görürsünüz. Məsəl üçün, ali təhsil haqqında qanun yoxdur. Sonra bu qanunlardan sonra gəlir, dedik ki, prezidentin sərəncam və fərmanları, Nazirlər Kabinetinin qərarları, Elm və Təhsil Nazirliyinin nazirin əmirləri və s. Düzdürmü? Baxın, hüquqi normativ sənədlərdir. Görürsünüz, deyir ki, təhsilin ayrı-ayrı pillələri üzrə Azərbaycan Respublikasında təhsilin 5 pilləsi var. Amma beynəlxalq təcrübədə təhsilin 5 yox, 4 pilləsi göstərilir. Bax, Azərbaycan Respublikasının təhsili pillələri məktəbə qədər təhsil 1, ümumi təhsil 2, peşə təhsili 3, orta ixtisas təhsili 4, ali təhsil 5. Məsələn, xaricdə isə orta ixtisas ayrıca pillədir, ali təhsilin bir səviyyəsidir. Pillələr bir də səviyyələrə bölünürdü. Məsəl üçün, məktəbə qədər təhsil səviyyə bölünür, mərhələlərdir onlar. Kiçik yaş qrupu, orta yaş qrupu, böyük yaş qrupu və məktəbə hazırlıq 4 dənə mərhələdir burada. Amma ümumi təhsil bölünür 3 səviyyəyə. İbtidai, ümumi orta, tam orta təhsil səviyyələrinə. Bir də məktəbə hazırlıq mərhələsi. Biz məktəbə hazırlığı eyni zamanda məktəbə qədəri eyni zamanda biz burada da yəni ümumi təhsildə də həyata keçiririk. Sonra gəldi peşə təhsili. Sonra gəlir peşə təhsili. Peşə təhsili də bölünür 3 səviyyəyə. İlk peşə, texniki peşə, yüksək texniki peşə, sonraki dərslərimizə keçəcək. Bunları orta ixtisas səviyyəyə bölünmür, səviyyəsi yoxdur və ali təhsildə bölünür 3 səviyyə, bakalavr, magistr, doktorantura. Deyir ayrı-ayrı pillələr üzrə qanunlar var. Baxın, 2017-ci ildə məktəbə qədər təhsil haqqında qanun qəbul edilib. Sonra
2018-ci ildə peşə təhsili haqqında qanun qəbul edilib və ümumi təhsil haqqında qanun 2019-cu ildə qəbul edilib. Bunları ayrılıqda qeyd edərsiniz. Eyni zamanda xüsusi təhsil haqqında da qanundan biz keçəcəyik. Ayrıca keçəcəyik bunu da və eyni zamanda dedik ki, ayrı-ayrı pillələr üzrə qanunlar vardır ki və dedik prezidentin sərəncam fərmanları, Nazirlər Kabinetinin qərarları, Təhsil Nazirinin demək əmrləri üçün baza rolunu oynayır. Baxın, Azərbaycan Respublikasında təhsil dünyəvi fasiləsiz xarakter daşıyır. Vətəndaşın, cəmiyyətin, dövlətin maraqlarını əks etdirən strateji prioritet, yəni fəaliyyət sahəsidir. Strateji, yəni mühüm deməkdir, prioritet də əsas deməkdir. Yəni dövlətin maraqlarını əks etdirən mühüm, əhəmiyyətli, çox əhəmiyyətli əsas fəaliyyət sahəsidir. Amma görürsüz, dünyəvi və fasiləsiz xarakter daşıyır. Fasiləsiz xarakter nədir? Fasiləsiz xarakter təhsilin bir pilləsinə və səviyyəsinə verilmiş bilik və bacarıqlar növbəti pillədə və səviyyədə davam etdirilir. Təkrar edirəm, təhsilin bir pilləsinə və səviyyəsinə verilmiş bilik və bacarıqlar növbəti pillədə və səviyyədə davam etdirilir. Bu fasiləsizlikdir. Yəni sən deyək ki, ümumi təhsili götürək. İbtidaidə öyrəndiyini ümumortada davam etdirsən, ümumortada öyrəndiyini tam ortada öyrəndiyini ali məktəbdə və s. Dünyəvi isə o deməkdir ki, bizdə ümumiyyətlə təhsil dövlət standartları əsasını təşkil edilir. Danışacağıq növbəti dərslərimizdə bunu. Dövlət standartları, yəni hər pillə üzrə dövlətin müəyyən etdiyi normalar, hər pillənin özünün dövlət standartları vardır. Yəni bu dövlət standartları müəyyən edilərkən milli və ümumbəşəri dəyərlər əsas götürülür. Dini məsələlər yoxdur burada. Niyə? Çünki Azərbaycanda din dövlətdən ayrıdır. Milli və ümumbəşər dəyərlər. Aydındırmı? Ona görə də biz deyirik ki, Azərbaycan Respublikasına təhsil, insan hüquqları haqqında beynəlxalq konvensiyalara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır. Təhsil sahəsində milli, mənəvi, ümumbəşər dəyərləri prioritetliyi əsasında, yəni təhsil sisteminə, dünya təhsil sisteminə inteqrasiya olur. Milli və ümumbəşər dəyərlərə, yəni dünyəvilik əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir. İndi biz burada baxacağıq ümumi müddəalara. Biz diqqət yetirək ümumi müddəalara, burada nədən danışılır. Baxın, Əmək Məcəlləsində də görəcəyik, orada da ümumi müddəalar vardır. Əmək Məcəlləsində də görəcəyik ki, 3-cü maddədir əsas anlayışlar. Əsas anlayışlar nədir? Əsas anlayışlar bu qanunda olan terminlərin izahıdır və sizdən xahiş edirəm ki, ümumiyyətlə mən əzbərçiliyin tərəfdarı deyiləm. İstəyirəm ki, hər bir kəs yaxşı öyrənməsi üçün əsas anlayışları öz dəftərinizə bir-bir yazın, olduğu kimi yadda saxlayın. Çünki burada bir sözü belə uyğun tələffüz eləməyəndə onun mənası dəyişir. Fikir verin, abituriyent fikir verin. Abituriyent kimdir abituriyent? Ali məktəbə sənəd verən şəxsdir. Hə, belə deyə bilərik. Yox, bir də orta ixtisasa sənəd verən. İkinci variant, ali və orta ixtisas təhsil məsələlərinə sənəd verən şəxsdir. Başqa sənəd vermək nə üçün? Ali və orta ixtisas təhsil məsələlərinə qəbul olunmaq üçün sənəd verən şəxsdir deyirik. Yaxşı, hansı sənədləri? Bir də belə bir sual yaranır. Ali və orta ixtisas təhsil məsələlərinə qəbul olmaq üçün müvafiq sənədləri təqdim edən şəxsdir. Lazım olan sənədləri, göstərilmiş sənədləri. Fikir verdiniz, burada 4 dənə variant veriləndə ən sonda dediyimiz doğru ola bilər. Çünki yəni qapalı tipli testlərdə məsələlər nəzərə alınır ki, yəni məsəl üçün təqaüd sosial müdafiəti verilir, ali təhsil məsələlərinə təqaüd verilir. Bir də var adlı təqaüd. Adlı təqaüd nədir? Təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənən təhsil müəssisəsinin ictimai mədəni həyatında fəal iştirak edən təhsil alanların həvəsləndirilməsi üçün ya dövlət tərəfindən, ya hüquqi şəxsiyyə müəssisədir, Əmək Məcəlləsinin ətrafı danışacağıq, ya hansısa müəssisə və yaxud da fiziki şəxs tərəfindən konkret şəxsin adına təsis olunan təqaüddir. Məsəl üçün, Heydər Əliyev adına təqaüd, Lütfüzadə adına təqaüd, Mübariz İbrahimov adına təqaüd, Polad Həşimov adına təqaüd və s. və s. Aydındırmı? Baxın,
Dərsə qoşulan xanımları qəbul etmək olmur. Mən qoşulandan sonra çətinlik olur burada. Aha, biz bu anlayışlara baxırdıq. Anlayışların əslində hamısını mən desəm vaxt qalmaz burada. Burada siz özünüz belə oxuyarsınız burada. Baxaq biz nədən danışacağıq burada. İndi bir baxaq. Mən bəzilərini danışacağım sizə. Açıqlamasını aydın başa düşəsiz deyə. Biz indi nədən danışacağıq burada? Baxın əziz vətəndaşlar, təhsil özü nədir? Təhsildən danışırıq. Təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi və nəticəsidir. Görün nə dedim? Niyə sistemləşdirilmiş? Çünki dedik ki, təhsil dövlət standartları əsasında həyata keçirilir. Hər pillə üzrə dövlət standartları qəbul olunur. Dövlət standartları Nazirlər Kabineti qəbul edir. Deməli, dövlət standartına uyğun olaraq sonra təhsil proqramları, kurikulumları qəbul olunur. Tədris planları təsdiq olunur. Təhsil proqramı ayrıdır, tədris proqramı ayrıdır. Tədris proqramı sizlərin o yazdığınız fən kurikulumlarında göstərilmiş müəyyən istiqamət üzrə, standartlar üzrə həyata keçirilməsidir. Görürsünüzmü? Baxın, sistemlidir, ya tədris planı və s. Baxın, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər deyirik burada və nəticəsi deyirik. Nəticə deyərkən nəyi nəzərdə tuturuq? Qiymətləndirməni nəzərdə tuturuq. Təhsildə hökmən qiymətləndirmə olmalıdır. Baxın, təhsil harda həyata keçirilir yoldaşlar? Deməli, təhsil müəssisələrində. Təhsil müəssisəsinin tərifi nədir? Təhsil müəssisəsinin tərifi, yəni dövlətin hansı pilləyə aiddirsə, məsəl üçün məktəbə qədər təhsil müəssisəsi məktəbə qədər standartlarına, ümumi təhsilisi ümumi təhsilin dövlət standartlarına, ali məktəbsə ali məktəbin dövlət standartlarına, təhsil müvafiq dövlət standartları, yəni təhsil müəssisəsi üzr istəyirəm, müvafiq dövlət standartlarını həyata keçirdən və məzunlara dövlət nümunəvi sənəd verən müəssisədir. Yəni, dövlət standartlarını başa düşdük. Dövlət nümunəvi sənəd nədir? Baxın, amma burada mötərizədə bir amma yazılır ki, məktəbə qədər təhsil müəssisələri və ümumi təhsilin ibtidai təhsil səviyyəsinin çıxmaq şərti ilə yerdə qalan attestat, diplom, bunlar dövlət nümunəvidir. Məsəl üçün, sən oxumusan Füzulidə, mən oxumuşam Bakıda, deyək ki, digər yoldaşlar oxuyub Gəncədə, o birisi oxuyub Lerikdə. Attestatlarımız eyni formadadır. Eynidir, sadəcə olaraq içərisindəki, yəni məktəbin adı başqadır, vətəndaşın adı başqadır. Ay Allahım, zəng. Gələk telefonu söndürəsən, dərs vaxtı zəng gəlməsin. Aha, məsəl üçün, sən bitirmişsən Bakı dövləti, mən bitirmişəm Gəncəni, Lənkəranı, ümumiyyətlə Mingəçevir Dövlət Universitetini və s. eləmə. Amma diplomlarımız eyni formadadır. Niyə? Dövlət nümunəvidir. Biz attestatların verilməsi qaydasını ətraflı keçəcəyik bunları. Baxın, dövlət nümunəvi sənədin verilməsi ilə başa çatır. Baxın, təhsil müəssisəsi formal təhsili həyata keçirir. Buradan belə deyirik ki, təhsilin 3 forması var. Hansılardır? Formal təhsil, qeyri-formal təhsil, informal təhsil. Təkrar edirəm. Formal təhsil, qeyri-formal təhsil, informal təhsil. Amma xaricdə təhsilin 2 forması vardır. Formal və qeyri-formal var, amma bizdə 3 dənədir təhsil formamız. Formal təhsil dövlət nömrəli sənədin verilməsi ilə başa çatır təhsildir. Yəni, təhsil müəssisələrində verilən təhsildir bu. Qeyri-formal isə müxtəlif kurslarda, dərnəklərdə və verilən təhsildir və dövlət nümunəli sənəd deyil. Hər kursun özünün bir sertifikatı var və özünün bir vəsiqəsi var və informal təhsil isə özünə biliklərə yiyələnməkdir. Məsələn, təhsil müəssisəsinə getmirsən, kursa getmirsən, özünə biliklərə yiyələnirsən. Bu da olur informal. Aydındırmı? Baxın, təhsil müəssisəsi formal
təhsil müəssisəsi sənəd verir. Baxın, biz bir də danışırıq. Təhsil müəssisələrindən danışırıqsa, bir də mülkiyyət növünə görə 3 yerə bölünür. Dövlət mülkiyyətində olan, özəl mülkiyyətdə olan və bələdiyyə mülkiyyətində olan. Baxın, Azərbaycan Respublikasında praktikada bələdiyyə müəssisələri yoxdur. Bu bələdiyyə bizə aid deyil. Qanunumuzda var, amma yoxdur. Bələdiyyə inkişaf etməyib. Amma qardaş Türkiyədə baxsaq, bələdiyyənin metrosu var, bələdiyyəsi var, futbol klubu var, xəstəxanalar var, məktəbləri var, nələr var. Yalnız bu Türkiyədə var, bizdə yoxdur. Aydındırmı? Baxın, bələdiyyə qanunvericilik icazə verir, qanunvericilik adı var, amma bələdiyyə mülkiyyətində heç nəyimiz yoxdur bizim. Baxın, nə var? Dövlət mülkiyyətində olan var. Dövlət mülkiyyətində olan bütün dövlət onu yaradıb, dövlətindir. Bir də özəl mülkiyyətdə olanlar var. Özəl mülkiyyətdə olanlar təhsil müəssisələrini kim yarada bilər? Azərbaycan Respublikasının vətəndaşı, sən, mən, o, xarici vətəndaş, başqa ölkə vətəndaşı, məsəl üçün, və yaxud da vətəndaşı olmayan şəxslər, məsəl üçün, müəyyən şəxslər var ki, heç bir ölkənin vətəndaşlığını qəbul eləmir, bunlara illegallar deyilər, yəni heç bir dövlət qarşısında məsuliyyət daşımaq istəmir və bütün dövlətlər tərəfindən də qəbul edilir bunlar. Aydındırmı? Baxın, indi bir də Azərbaycanda qeydiyyatdan keçmiş şirkətlər, müəssisələr, Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxslər və xaricdə qeydiyyatdan keçmiş hüquqi şəxslər görürsünüzmü? Baxın, özəl təhsil müəssisələrini kim yarada bilər? İndi təhsil müəssisəsi qeydiyyatdan keçərkən dövlət təhsil müəssisələrinə yox. Baxın, özəl təhsil müəssisələrinə və bir də bələdiyyə olsaydı, bələdiyyələrə aiddir bu. Biz də gəlin danışaq. Deməli, bələdiyyələr olsaydı, bələdiyyələrə aid idi. Bunlar. Biz indi nədən danışacağıq? Lisenziyalardan danışacağıq. Lisenziyanın verilməsindən. Lisenziya nədir? Lisenziya icazədir. Baxın, dövlətin sənə verdiyi icazədir. Amma dövlət təhsil müəssisələrinə lisenziya verilmir. Yəni, niyə lisenziya verilmir? Özünüzü necə lisenziya verə bilərsən? Amma lisenziya verilməsinə baxmayaraq, istər dövlət, istər özəl bələdiyyə olsaydı, bələdiyyə müəssisələri 5 ildən bir akreditasiyadan keçirlər, lisenziya verilməsə də. Nədir akreditasiya? Baxın, təhsil müəssisəsinin tərifini yadımıza salaq. Həmin təhsil müəssisəsinin dövlət standartlarına uyğun olaraq, diqqət yetirək bura, dövlət standartlarına uyğun olaraq təhsil müəssisəsinin vəzifəsi o idi ki, dövlət standartlarına uyğun olaraq təhsilini həyata keçirsin və dövlət nümunəvi sənəd versin. Deyir ki, dövlət standartlarına uyğun olaraq təhsili həyata keçirilməsinin yoxluyur və bunun nəticəsində təhsil müəssisəsinin statusunu müəyyən edir. Yəni, bu universitet kimi fəaliyyət göstərə bilər, ya institut kimi. Bu, məsəl üçün, lisey kimi fəaliyyət göstərə bilər, ya gimnaziya kimi, ya orta məktəb kimi, tam orta məktəb kimi fəaliyyət göstərə bilər, ya ümumorta kimi. Yəni, status deyəni bunu nəzərdə tuturuq. Akreditasiya budur. Yəni, həmin təhsil müəssisəsinin dövlət standartlarına uyğunluğunu müəyyən edir, yəni fəaliyyətini və onun statusunu müəyyən edir. Akreditasiyanın sonunda Elm və Təhsil Nazirliyi şəhadətnamə verir ona. Lisenziyanı İqtisadiyyat Naziri verir amma dövlət azından və yaxud da ləğv edir. Amma akreditasiyanı Elm və Təhsil Nazirliyi verir. Aydındırmı? Elm və Təhsil Nazirliyi həyata keçirir və sonda şəhadətnamə verir onda. Akreditasiya şəhadətnaməsi ki, həmin akreditasiya şəhadətnaməsi növbəti 5 ildə bir həmin təhsil müəssisəsinin fəaliyyəti üçün əsas yaradır. Aydındırmı? Deməli, fəaliyyəti üçün əsas yaradır. Və burada bir məsələnin başqa bir tərəfi nədir? İkinci bir tərəfi də odur ki, deməli, akreditasiyadan sonra bir də var atestasiyalar. Baxın, bir də var və yaxud da var sertifikasiya. İstər atestasiya, istər sertifikasiya, elə akreditasiya özü də qiymətləndirmədir. Məsələn, akreditasiya obyektin,
Yəni obyektin qiymətləndirilməsi, görsən təhsil müəssisəsinin məsəl üçün fəaliyyətin qiymətləndirməsidir. Amma sertifikasiya, attestasiya isə bunlar subyektivdir. Məsələn, attestasiya təhsil alanların attestasiyası. Məsəl üçün, ümumi təhsil məktəblərində vardır ki, 4 növü vardır ki, attestasiya dediyimiz məktəb daxili qiymətləndirmədir. Bilirsiniz, o diaqnostik, formativ, summativə bölünür bunlar və yekun attestasiyadır. Yəni, buraxılış imtahanlarında olur bu. Milli qiymətləndirmədir. O təhsil proqramları, kurikulumları həyata keçirilməsinə, idarə etməsində həyata keçirilməsini yoxlayır. Və bir də deməli burada ikinci bir hal nədir? Ona diqqət yetirək. İkinci oradan isə bir də var idi ki, beynəlxalq qiymətləndirmə var ki, Azərbaycan Respublikasının başqa ölkələrlə vəziyyətini yoxlayır. Diqqət edirsinizmi bura? Bu da oldu. Beynəlxalq qiymətləndirmə. Yəni attestasiyanın növləridir bunlar. Baxın, eyni zamanda təhsil verənlərin də fəaliyyətinin yoxlanılmasında, baxın, dövlət mülkiyyətində olan, baxın, məktəbəqədər və ümumi təhsil müəssisələrində çalışan təhsil verənləri çıxmaq şərti ilə, niyə? Dövlət mülkiyyətində olan məktəbəqədər və ümumi təhsil müəssisələrində olan təhsil verənlər sertifikatlaşırlar. Yəni, nədir sertifikatlaşma? Yəni, dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində çalışan təhsil verənlər, yəni, təhsil verənlərin pedaqoji, bax fikir verin, burada pedaqoji fəaliyyətlə məşğul olanlardan danışılır burada. Pedaqoji işçilərin demir ya burada. Pedaqoji fəaliyyətlə məşğul olanlar. Yəni pedaqoji işçiyə qalası olsa direktor, direktor müavini, uşaq birliyi rəhbəri, kitabxanaçı, laborant, yəni və s. bunlar dərnək rəhbəri, bunlar hər birisi pedaqoji işlərdir. Pedaqoji fəaliyyətlə məşğul olan, yəni dərs deyənlərə aiddir bu. Aydındırmı? Yəni dərs deyənlərə aiddir. Pedaqoji fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil, yəni təhsil verənlərin peşəkarlıq səviyyəsinin peşə yararlılığını, yəni uyğundur, peşə yararlılığı uyğundur və uyğun deyil. Yəni topladığı bala görə 35% və yaxud da bir də burada mötərizədə ola bilər ki, ümumi təhsildə var ki, digər dövlət təhsil müəssisələrinə bir dəqiqə bu qəbul olmaq istəyənlər olanda da baxın, burada əvvəlcə peşə yararlılığı olmalıdır. Uyğundur, uyğun deyil. Ondan sonra topladığı bala görə 10%, 35% və s. Amma burada mötərizə içərisində bir də yazılıb ki, ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində, çünki ümumi təhsil 19-cu maddədə keçəcək ümumi təhsil məktəblərində, bir də 9 illik bazadan, ümumi orta bazadan peşə və orta ixtisas təhsili kolleclərə gedənlərə də orada tam orta təhsilin və 11-ci sinifdə 14 fənn tədris olunur və 14 fənni tədris edən müəllimlər də sertifikatlaşır. Yəni bunu demək istəyir ki, ümumi təhsildə, yəni digər təhsil müəssisələri bunu demək istəyir buralarda. Baxın, indi bizim təhsil pillələrindən danışırdıq. Baxın, dedik ki, məktəbə qədər 4 mərhələyə bölünür. Kiçik yaşlı, orta yaşlılar, yuxarı yaşlılar və məktəbə hazırlıq. 5 yaşlılar demişdik bunları. Baxın, məktəbə hazırlıq eyni zamanda yəni məktəbə qədər məktəbə hazırlıq mərhələsi var. Ümumi təhsildə ibtidai təhsil var. 1-4-cü sinifləri əhatə edir. Ümumi orta təhsil səviyyəsi 5-9-cu sinifləri əhatə edir. Tam orta təhsil səviyyəsi isə 10-11-ci sinifləri əhatə edir. Gələnlər onsuz da qəbul edə bilmirəm mən. Fikrimi yayındırırlar, onsuz da qəbul edə bilməyəcəm onları. Yəni vaxtında qoşulsalar daha yaxşı olur da. Deməli, biz peşə təhsilindən danışırdıq ki, baxın, ilk peşə, texniki peşə, yüksək texniki peşə, peşədə olan səviyyələrdir. Baxın, ilk peşədir. Yəni, burada bağban, fəhlə və s. və axır. Yəni, bu kimi işlərdir. Gözətçi və s. Texniki peşə isə ustalıq dərəcəsidir burada. Yüksək texniki peşə subbakalavrdır. Yəni, kolleci bitirməyə bərabərdir. Yüksək texniki peşədə ali təhsilin səviyyələrində isə ali təhsildə isə
Baxın, ali təhsil səviyyələri bakalavrdır, magistrdir, doktoranturadır. Bakalavr tip təhsilində bakalavr adlanmır. Diqqət yetirin. Bakalavr adlanmır. Tip təhsilində, yəni baza tip təhsil və ya əsas tip təhsilində, magistratura tip təhsilində rezidantura adlanır. Doktorantura, yəni bakalavr nədir və yaxud baza tip təhsili? Yüksək ixtisaslı mütəxəssis hazırlayır. Magistratura nədir? Elmi pedaqoji. Rezidantura da elədir tip sayəsində. Elmi pedaqoji o deməkdir ki, ali məktəblərdə, Elmlər Akademiyasında, elmi tədqiqat institutlarında işləmək hüququ verir onlara, dərs demək hüququ verir onlara. Bakalavr isə bütün sahələrdə işləyə bilər. Bu şərtlə ali məktəblərdə dərs deyə bilməz, Elmlər Akademiyasında və elmi tədqiqat institutlarında elmi işlərə məşğul olar. Baxın, doktorantura isə elmi kadr hazırlayır, işini həyata keçirir. Bu eyni işi hərbidə adjunktura həyata keçirir. Hərbidə adjunktura adlanır bu. Və elmi dərəcələrin verilməsi ilə başa çatır. Yəni elmi dərəcələrin verilməsi. Hansı elmi dərəcələr var? Fəlsəfə doktoru, elmlər doktoru. Fəlsəfə doktoru müvafiq elm sahəsi göstərməklə doktoranturada verilən yüksək elmi dərəcədir. Yəni orada belə deyək də, məsələn, riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, əvvəlki elmlər namizədidir bu fəlsəfə doktoru və pedaqoq və bir də var ki, elmlər doktoru müvafiq elm sahəsi göstərməklə doktoranturada ən yüksək elmi dərəcədir bu. O deməkdir ki, elmlər doktoru fəlsəfə doktorundan üstündür. Aydındırmı? İndi gəldik, məsələn, ikinci bir tərəfinə gəldik. Baxın, burada təhsil dedik ki, dövlət standartlarına uyğun olaraq həyata keçirilir. Təhsil məsələlərinə nədir dövlət standartları? Dövlət standartları nədir? Dövlət standartları, baxın, təhsilin məzmunu, məzmun nədir? Hamısı oradadır. Kadr hazırlığı, təhsil proqramlarına həyata keçirilməsi, kurikulum deyirsiniz, metodika, dərsliklər və s. Təhsilin məzmunu, idarə edilməsi, maddi texniki baza, əmlak tədris bazası var içində, infrastruktur, təhsil prosesini həyata keçirmək üçün olan şəraitdir. Baxın, təhsil verənlərin keyfiyyət səviyyəsi. Bir də var ki, təhsil alanların bilik bacarıq səviyyəsini müəyyən edən normaların cəmidir. Hər pillə üçün dedik ki, ayrı qəbul olunur, Nazirlər Kabineti qəbul edir. İndi bir dənə də məsələ buradadır ki, baxın, burada bir təhsil proqramları, əsas hər dövlət standartlarına uyğun olaraq təhsil proqramları. Təhsil proqramı eyni zamanda səviyyələr üzrə olur. Ümumi təhsilin dövlət standartları var. Keçəcək sizdən 29 sentyabr 2020-ci il tarixli Nazirlər Kabinetinin 361 saylı qərarı ilə təsdiq olunub. Amma ümumi təhsilin təhsil proqramları ibtidai təhsil səviyyəsi üçün ayrıdır, ümumi orta üçün ayrıdır, tam orta üçün ayrıdır. Baxın, təhsil proqramına nələr daxildir? Biz ümumi təhsildən danışacağıq. Demək, tədris planları, sonra fən kurikulumları, dərsdən kənar məşğələ proqramları, fakultativ, bir də məktəbdən kənar fəaliyyət proqramları, dərnəklərdir. Baxın, tədris planı nədir? Tədris planı həftəlik dərs və dərsdən kənar məşğələ saatlarının miqdarını müəyyən edən tənzimləyici sənəddir. Cümləyə diqqət yetirin. Tənzimləyici sənəddir. Niyə tənzimləyicidir? Çünki tədris prosesi nəyin əsasında həyata keçir? Məktəbdə aparılır, dərs bölgüsü əsasında. Dərs bölgüsü nəyin əsasında aparılır? Tədris planı əsasında. Demək, dərs bölgüsü ona görə tənzimləyicidir. Orada yazılan riyaziyyat 5 saat olur 5 saatda. Sən 4 saat, 6 saat eləyə bilməzsən. İkinci, fən kurikulumlarıdır ki, indi danışacaq orada fənin məqsədi və vəzifələridir, qiymətləndirmədir, metodikadır və s. Onlar da daxildir. Deməli, təhsil haqqında qanuna daha onu geniş keçəcək. Sonra, dərsdən kənar məşğələ nədir? Şagirdlərin meyin varaq və bacarıqlarını, onların biliklərinin genişləndirilməsi və fakultativlər deyilik və onların potensialının inkişaf etdirilməsidir. Onların olan proqram, yəni məktəbdən kənar dərnəkləri isə yenə də şagirdlərin meyil və bacarıqları nəzərə alınaraq
onların potensialını inkişaf etdirən fəaliyyət sahəsidir bu. Bolu təhsil proqramı Azərbaycan Respublikasında bütün dövlət təhsil müəssisələri hansı pilləyə aiddirsə, həmin pilləyə uyğun olaraq qəbul edilmiş dövlət standartları və təhsil proqramları əsasında təhsil həyata keçirilir. Eyni zamanda təhsil müəssisələrinə icazə verilir ki, baxın, təhsil müəssisələrinə icazələr verirlər ki, baxın, deməli sən beynəlxalq səviyyədə akkreditasiya olmuş təhsil proqramlarını həyata keçir, ödənişli əsaslarla. Beynəlxalq səviyyəli akkreditasiya olunmuş, baxın, beynəlxalq səviyyədə akkreditasiya olunmuş təhsil proqramları deməli həyata keçirilməsində ümumiyyətlə bu nə deməkdir? Beynəlxalq səviyyədə akkreditasiya olmuş təhsil proqramları. Baxın, beynəlxalq səviyyədə akkreditasiya olmuş təhsil proqramı o deməkdir ki, xarici dövlət və yaxud da beynəlxalq təşkilat tərəfindən müəyyən olunmuş proqramlardır. Bunlar məzunlara 2 və daha artıq təhsil almaq hüququ verir. Yəni eyni zamanda 2 ali məktəbdə təhsil almır. Bizdə baxın, dövlət imtahan mərkəzi imtahandan keçdin, buraxıldın, ondan sonra nə bal topladın, hara düşdün sonradır. Onlarda elə deyil. Birinci sinifdə qutarana kimi bal sistemidir. Deyir ki, sən birinci sinifdən 11-ci sinifə kimi, yəni 12 illikdir orada məktəb, 12-ci sinifə kimi 2000 bal toplaya bilərsən maksimum. Məsələn, bitirəndə də bir də görsən bir universitet deyir ki, kim 1000 baldan çox bal topladısa, onu qəbul edirik. Bir universitet deyirsə 1400-dən bal toplayırsa, onu qəbul edin. Bir deyir ki, 1800-dən bal toplayırsa, mən onu qəbul edirəm. Və baxın, sənin 1, 2 və daha artıq, məsəl üçün, sənə toplamısan 1800 bal. Sənin deməli 2 və daha artıq ali məktəbdə daxil olma şansın var. Özün seçirsən, hansını istəyirsən və bizdəki kimi dövlət imtahan mərkəzi kimi deyirsən, get filan yerdə otur, mən belə düşünürəm, həkim olmaq istəyirdin, get müəllim ol, müəllim olmaq istəyirdin, get mühəndis ol. Yəni, onlarda belə deyil. Yəni, seçim artıqdır, çoxdur. Baxın, və biz təhsilin formalarından sizdən danışdıq, düzdürmü? Ay Allahım. Qəbul edə bilmirəm ya, xanımlar, üzrlə hesab edin. Onlar hər dəfə gəldikcə mən çox pis oluram, qəbul edə bilmirəm. Gərək ki, vaxtında qoşulsunlar da, vallahi qəbul edə bilmirəm. Biz təhsilin formalarından danışmışdıq sizdən. İndi diqqətli olaq. Demək, baxın, təhsil formalarını dedik ki, formal, qeyri-formal, informal, mülkiyyət formalarını dedik ki, özəl dövlət bələdiyyə. Bir də təhsil alma formaları vardır. Əyani, qiyabi, distant, eksternant. Əyani qiyabini bilirsiniz. Distantda Azərbaycanda distant təhsil yoxdur. Tədrisin onlayn şəkildə həyata keçirilməsi o distant demək deyil. Nədir distant? Bir tədris məsəl üçün, uzaqdan uzağa biz təhsil almalıyıq, uzaqdan uzağa distant təhsil almanın axırda qiymətləndirilməsi də keçirmək lazımdır. Yoxdur bizdə. Başqa ölkələrdə var, bizdə yoxdur bu. Ona görə də biz onlayn belə deyək ki, distant təhsil alanların diplomu da yoxdur. Yəni, mütləq şəkildə 1-dən 11-ə kimi distant olmalıdır da bu. Baxın, eksternat təhsilini danışaq. Baxın, təhsil səviyyəsini vaxtından əvvəl bitirmə qaydasıdır. Bir sinif yuxarı keçmək var idi bu eksternat təhsildə. O eksternatlar bir də var ki, özdə təhsilini, bir də var ki, yarımçıq qoyur, informal qaydada eksternatda da dövlət nümunəsi sənədə attestat alır, bu eksternata aiddir. Bundan ətraflı sonra danışacağıq başqa dərslərimizdə. Bizdə indi bir də hansı təhsil alma forması var idi, bir də fərdi təhsil alma forması var idi ki, fərdi təhsil almada bu da 2 ayrı-ayrı sahədir. Yəni, biri müəyyən sahədə təhsildən yayınan getməyənlərdir, fərdi təhsildə. Getməyənlərdir. Yəni, onlar təhsilə cəlb olunmasıdır. Orada 8 yaşına, 25 yaşına kimi cəlb olunur. Baxın, bir də var idi ki,
Bir də istedadlı şəxslər 5-9-cu siniflər təhsilə cəlb olması idi fərdi təhsildə. Baxın, bir də var idi ki, stasionar təhsil var idi. Sağlamlıq imkanları məhdud olan uşaqlar var idi ki, xəstəxanaya düşəndə 21 gündən artıq o stasionar müəssisələrdə qalırsa, bizdə demirik, lisey, gimnaziya, məktəbə qədər müəssisə, ümumi təhsil müəssisəsi, yəni tibb sahəsində də var. Stasionar tibb müəssisələri var, ambulator tibb müəssisələri. Məsələn, stasionar tibb müəssisələri, xəstəxanalar, reabilitasiya müəssisələri, yatılı olanlar var. Amma ambulator tibb müəssisələri kəndlərdə, ambulator şəhərlərdə, poliklinikada və s. stasionar xəstəxana və orada yatanlar üçün 21 gündən artıq yatacaqsa, o həmin stasionar orada təhsil təşkil edilir və burada buna stasionar deyilir. Baxın, evdə təhsil var bir də. Evdə təhsil sağlamlıq imkanları məhdud olan uşaqlar üçün təhsilin evdə təşkilidir. Xüsusi təhsildə bunu keçəcək. Əlavə təhsil var, peşə təhsili, orta ixtisas, ali təhsili bitirmiş şəxslər hər tərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında keçirilən təhsildir. Orada da 6 istiqaməti vardır. İxtisas artırma, kadrların yenidən hazırlanması, staj keçmə və kadrların təkmilləşdirilməsi, ikinci ali təhsil, orta ixtisas təhsili, yüksək texniki peşə təhsili, dərəcələrin artırılması, yaşların təhsili və s. Bir də var, elmi adlar var idi ki, professor və dosent. Professor təhsil sahəsində müvafiq xidmətləri olmuş, nailiyyətlər olmuş şəxslərə verilmiş addır. Amma bir də var idi ki, var fəxri professor. Bu da ali təhsil müəssisələrinin öz nizamnamələrinə uyğun olaraq elmi pedaqoji təcrübəsi və fəaliyyəti ilə fərqlənən professorlara, dosentlərə, eləcə də dünya elminin inkişafına ictimai xadimlərə, ali təhsil müəssisəsində verilən, onlar tərəfindən verilən akademik addır, dərəcədir. O da əslində dərəcədir, addır deyək ki, məsələn, tutaq ki, sonuncu dəfə bizdə Texniki Universitet 2 il bundan qabaqda Türk dünyasının fəxri olan Səlcuq Bayraqdara Texniki Universiteti fəxri doktor adı verdilər. Aydındırmı? Yəni, dosent isə, dosent bu həm ali məktəblərdə elmi addır, həm də seçkili vəzifədir. Biz orta məktəblərdə bizdə metod birləşmə rəhbərləri bərabər olan bir şeydir. Hər fənn üzrə, hər istiqamət üzrə dosentlər seçilir və s. aparıcı müəllim kimi. Ümumi təhsil məktəbləri, bir də var liseylər var, bir də var gimnaziyalar var. Liseylər və gimnaziyalar var. Bunlar, baxın, lisey və gimnaziyalar, baxın, lisey, texniki, təbiət, humanitar və idman sahəsində istedad olan uşaqlar üçün təşkil olan ümumi təhsil məktəbləridir. Aydındırmı? Və onlar da dedik ki, demək, ibtidai təhsil səviyyəsi yoxdur. Orada 5-ci sinifdən başlayır, ümumi orta, tam orta. Gimnaziyalar isə yalnız humanitar fənlər əsasında istedadı olan uşaqlar üçün olan məktəblərdir. Orada da demək ki, bir də şahmat var idi ki, yalnız humanitar təmayüllüdürsə, orada da ibtidai təhsil olmur, ümumi orta və tam orta təhsil səviyyəsi olur, incəsənət və şahmat ola bilir burada. Sonra bir də nələr var idi? Baxın, xarici dövlətlərin ali təhsilə uyğun kvalifikasiyası vardır ki, yəni əvvəl nostrifikasiya deyirik, sonra xarici dövlətlərin səlahiyyətləri, yəni hər bir ölkədə diplomlar xarici apostol, yəni təhsil nazirliyi tanıyır, apostolu olur və ölkələr var ki, orada ayrıca qurumlar var ki, məsəl üçün Türkiyə xarici dövlətdə oxuyub gəlirsə, diplomun tanınması üçün bizdə səlahiyyətli orqanlar tərəfindən verilən və xarici ölkədə verilmiş dərəcələri, kvalifikasiyaları Azərbaycan Respublikasında tanınmasıdır kvalifikasiya. Həm də diplomun tanınmasıdır. Eynicə onun verdiyi dərəcədir, magistr, doktoranturadır, bakalavırdır, yəni subbakalavırdır. Yəni bunları tanıyırıq biz. Sonra o ayrı nələr var? Bir də təhsil krediti nə idi var orada. Subbakalavrlar üçün yüksək, yəni orta ixtisas dərəcəyə verilən dərəcədir bakalavra qədər. Baxsa, təhsil krediti nədir? Fənnin məzmuna və həcminə uyğun olaraq mənimsənilməsinə ayrılan vaxt bölgüsüdür. Baxın, burada təhsil investisiyası və təhsilin inkişafına sərmayə qoyuluşudur və təhsil məhsulu nədir? Təhsil sayəsində əlinə olunan innovasiyalar,
fən proqramları və s. Bir də baxın, var təhsilin franchisingi, təhsil franchisingi var. Nə deməkdir təhsil franchisingi? Həmin təhsil məhsulları var ki, innovasiyalar var ki, təhsil məhsul proqramları var ki, müvafiq şərtlər və daxili təhsil bazarında reallaşdırılması üçün kompleks qiymətlər sistemidir. Nə deməkdir? Bu müvafiq şərtlər deyəndə təhsil müəssisəsinin məsələn biz bir şey alanda deyirik ki, pulumuzu verib almışıq da, amma bu innovasiyalar, layihələr, metodlar, bunlar əqli mülkiyyətdir. Yəni əqli mülkiyyət bunlar qeydiyyatdan keçir, sən pulu verib onun ifsadəçisini alırsan. Və hansı təhsil müəssisəsində o layihə hazırlanır, innovasiya hazırlanırsa, həmin təhsil müəssisəsinin adı olmalıdır, müəllifi kimdir, müəllifin adı olmalıdır. Bir də əqli mülkiyyətinə keçəndə o orada müşahidə olmalıdır. Baxın, tutor ali təhsil müəssisələrində akademik məsləhətçidir. Tutor dedik, bir də başqa nə var orada? Buradasınızmı xanımlar? Səs gəlmir. Aha, harada qalmışdıq? Bir də bizim vayda ali təhsil müəssisələrimiz var idi ki, ali təhsil müəssisələrimiz var idi. Ali təhsil müəssisələri, universitet, akademiya, yəni bunların bir-birinə oxşar və fərqli cəhətləri var və bunlar ali təhsil müəssisələri yüksək kadr hazırlığını həyata keçirir. Eyni zamanda elmi pedaqoji və elmi kadrlar, yəni yüksək ixtisaslı kadr bakalavriat səviyyəsidir. Tipdə bu baza tip təhsilidir, bayaq dedik bunu. Elmi pedaqoji kadr səviyyəsi kadr hazırlayan magistratura səviyyəsində tipdə rezidenturadır. Elmi kadrlar dedikdə doktorantura, hər bir də adjunkturadır. Bir də ali təhsil müəssisələrinin nəyi var? Ali təhsil müəssisələrinin ali təhsil müəssisələrinin işi əlavə təhsili var. Bir də orta ixtisası həyata keçirir. Baxın, görürsünüz, kolleclərdə var bu. Baxın, əlavə olaraq ali təhsil müəssisələrinin işi elmi araşdırmalar aparır. Elmi araşdırmalar deyərkən 4 növ elmi araşdırma vardır. Fundamental elmi araşdırmalar var. Sonra nəzəri metodoloji elmi araşdırmalar var. Sonra elmi pedaqoji metodika araşdırmaları və tətbiqi xarakterli araşdırmalar var. Baxın, fundamental elmi araşdırmalar adından da məlumdur ki, fundamental köklü kəşflərə gətirib çıxan elmi araşdırmadır. Nəzəri metodoloji deyəndə nəzəriyyə ehtimallar üzrədir. Pedaqoji metodiki elmi araşdırmalar isə bu pedaqogika, yəni pedaqoji sahə üzrə metodika ilə elmi araşdırmalardır. Tətbiqi xarakterli elm isə həm fundamental, həm nəzəri metodolojidir, həm də pedaqoji metodiki elmi araşdırmaların praktikaya tətbiqi ilə bağlıdır. Baxın, indi yoldaşlar, bunları belə deyək də, baxın, universitet və akademiya elmi araşdırma hər 4 növünü apara bilər. Bunların statusunu və həm fundamental, həm nəzəri metodoloji, həm pedaqoji metodoloji, həm təcrübə elmi araşdırmalar. Amma institut isə yalnız tətbiqi xarakterli elmi araşdırmalar apara bilər. Fərqli cəhətləri budur. Sonra var idi ki, institut və akademiya yalnız bir sahə üzrə kadr hazırlayır. Məsələn, İdman Akademiyası var, digər akademiya, institut, baxın, institut isə yalnız tətbiqi xarakterli elmi araşdırmalar apara bilir. Bu bir, deməli, fərqli cəhəti dedik. Sonra, institut və akademiya yalnız bir sahə üzrə kadr hazırlayır. Məsəl üçün, baxın, institut adında indi onlar qalmayıb. O gün nazirdə qeyd elədir ki, institutda, niyə institut adı götürmür onlar? Onda xaricdə ali təhsil müəssisəsinə görə
Baxın, institut, akademiya, onlar qeyri-hökumət təşkilatlarına deyirlər. Məsəl üçün, bizdə Pedaqoji Universitet, George Washington Universitetinə həyata keçirir, digər universitetlər var. Baxın, indi bunlar şeydə axı, deməli, digərlərindən fərqlidirlər. Gedib baxın xərci nə desinlər. Məsəl üçün desinlər ki, Azərbaycanda filan institut, filan akademiya və s. hansı bir kursla əlaqəsi var. Əslində ali məktəb universitetdir. Yəni universitet statusunu götürüb bunlar. Baxın, universitet isə geniş profillidir. Geniş profilli kadrlar hazırlayır. Agronomdan tutmuş, hüquq sənətə tutmuş. Təhsil xidmətləri nədir? Baxın, təhsil xidmətləri Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzləri tərəfindən həyata keçirir təhsil xidmətləri. Deməli, burada danışdıqlarımız anlayışlardır. Hər birisi müəyyən zaman vaxt alır bu anlayışlar və biz indi nədən danışacağıq? Siz baxın, bir də diqqətli olun. Deməli, təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi dedik ki, Konstitusiyanın 42-ci maddəsindən ibarətdir. Məktəbə qədər təhsil haqqında Azərbaycan Respublikasının qanunundan, ümumi təhsil haqqında Azərbaycan Respublikasının qanunundan, peşə təhsil haqqında Azərbaycan Respublikasının qanunundan və ibarətdir. Eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı və beynəlxalq müqavilələrdən ibarətdir. Təhsil qanunvericiliyinin əsas məqsədi, yəni bu qanunvericilik, yəni təhsil qanunun biz keçirik, ya qanunvericilik çox genişdir. Yəni bütün qanunlar, prezidentin sərəncam fərmanları, Nazirlər Kabinetinin qərarları, təhsil nazirinin əmrləri çox geniş məfhumdur. Və təhsil qanunvericiliyin əsas məqsədi təhsil sayəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən, 42-ci maddənin qorunmasından və icra strukturları, təhsil alanlar, təhsil verənlər, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən və bununla da təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatın yaradılmasından ibarət. İcra hakimiyyəti orqanı deyərkən, baxın, hakimiyyətin bölünməsi prinsipi var. Demokratik cəmiyyətlərdə olduğu kimi Azərbaycan Respublikasında da hakimiyyətin bölünməsi prinsipi var. Məhkəmə hakimiyyəti var, qanunverici hakimiyyət var, icra hakimiyyəti var. Məhkəmə hakimiyyəti birisi rayon məhkəmələrinə qədərdir, konstitusiyaya qədərdir, qanunverici Milli Məclisə, icra hakimiyyətinin başını isə prezident durur. İcra hakimiyyəti iki qola ayrılır, prezident aparatı və Nazirlər Kabineti. Prezident aparatı bölünür rayon icra hakimiyyətlərinə, onlar da bölünür ərazi icra nümayəndələrinə, ərazi icra nümayəndələrinə, Nazirlər Kabineti bölünür nazirliklərə və dövlət komitələrinə, onlar da bölünür rayon, regional bölmələrinə. İcra hakimiyyəti orqanı deyəndə bütün bunlar nəzərdə tutulur. Və Azərbaycan Respublikasının təhsil qanunu dini təhsil məsələlərinə şamil edilmir. Bizdə din dövlətdən ayrıdır. Bir də xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları, səfirlikləri onların yanında təhsil məsələlərinə şamil edilmir. Deyək ki, xaricdən burada hansısa ölkə vətəndaşları yaşayır. Ölkənin səfirliyi öz məktəbini, dövlətini qanuna uyğun olaraq məktəb təşkil edir və həmin məktəbdə həmin ölkənin dilində oxuyur, ancaq həmin dövlətin vətəndaşları oxuyur. Amma belə bir şey yoxdur, ola bilməz. Yəni, hansı səfir Azərbaycanda öz dövlətin məktəbini açsın, öz dilinə uyğun, məsəl üçün, ola bilər ki, hansı dövlətin səfiridir, Azərbaycanda yaşayır, öz dilində tədris olunan məktəb Azərbaycanda təşkil etsin, Azərbaycanda açsın. Yəni, belə bir şey yoxdur. Məsəl üçün, siz burada təhsil qanununa baxanda, təhsil qanunu özü 47 maddədən ibarətdir. 47 maddədən ibarət olan təhsil qanunumuzun başlanğıcında gördük ki, ümumi müddəalardan danışır, əsas anlayışlardan danışır və dediyim kimi siz bu əsas anlayışları yəni bir yazasınız, yazaraqdan öyrənməyə çalışasınız. Deyim nəyə görə? Məsəl üçün, ola bilər ki, deyə bilərsiniz, əlimizdə material var, biz bunu yazmasaq da olur. Nə ehtiyac var ki, biz bunu yazaq da? Mən əlimdə olan materialın üzərində müəyyən qeydlər aparıram da, amma belə deyil. Yəni, siz onu istənilən materialı daha yaxşı öyrənmək üçün mütləq şəkildə siz onu kənara qeyd etməyiz, yazmağınız lazımdır. Nə üçün lazımdır? Baxın, göz yaddaşı deyilən bir şey var. Mütləq şəkildə göz yaddaşı ilə yadda saxlamaq olur. Məsəl üçün, siz bax görürsünüz, oradan gördünüzmü?
Bir dəfə oradan oxudunuz. Siz məsəl üçün bunu gəldiniz, dəftərinizə yazdınız. Məsəl üçün yazdınız abituriyenti. O abituriyent sözünü oradan götürdünüz, dəftərə yazdınız. Və abituriyent nəyə edilir? Onu oraya yazdınız. Siz bir oradan oxudunuz, bir də öz əlinizlə dəftərə yazdınız. Sanki siz öz əlinizlə onu dəftərə yazdığınızda skrin etmiş olursunuz. Məsəl üçün, mən elə materiallar var ki, deyə bilərəm ki, mən heç yerə baxmadım. Məsəl üçün, elə qeydlər apararaqdan öyrənmişəm. Məsəl üçün, harada getsəm, harada olsam, çıxış eləsəm, nə eləsəm, o material sanki mənim gözümün qarşısında o dəftər durur. Yəni, sanki skrin eləmişəm, screenshot eləmişəm. Telefonlardakı eləyirik, biz ekran kaydı eləyirik, belə. O da elədir. Yəni, əgər ki, kimsə öyrənməkdə problem varsa, mütləq şəkildə bunu edin. Hər mövzunu da köçürə bilməsəz də, müəyyən qeydlər aparmaq lazımdır. Göz yaddaşına yadda saxlayanda daha yaxşı yadda saxlamaq olur. Bir də siz öyrənməyin daha rahat yoluna sizə bunu deyim ki, siz öncəliklə öyrənmək üçün birinci olaraq materialınız əlinizdə olmalıdır. İstəyir PDF forması, istəyir səs formasında, istəyirsə də testlər olmalıdır. Yəni, material oldu, yaxşı. Dedik ki, materialınız var, öyrənmək istəyirsiniz. Və siz sonra öyrənəcəyiniz mühiti seçməlisiniz. Yəni, özünüz üçün şərait yaratmalısınız ki, hansı şəraitdə öyrənəcək. Məsəl üçün, ola bilir ki, siz səs-küylü bir yerdəsiniz, haraya həşir olan bir yerdəsiniz. Əlbəttə ki, onu öyrənə bilməyəcəksiniz. Özünüzə sakit bir məkan seçməlisiniz, sakit bir yerdə öyrənməlisiniz. Ən yaxşı öyrənmək üçün saat 6-dan tezindən durub oxuya bilərsiniz. Məsəl üçün, bizim elə qruplarımız olur ki, gecə saat 6-dan qrup dərsə qoşulan vaxtlarımız olur ki, daha yaxşı öyrənmək olur, həm də imtahan qabağı olurdu belə bir şeylər. Həqiqətən deyirəm, onda beyin çox sakit olur, çox sakitçi olur, daha rahat öyrənmək olur. Deməli, məsəl üçün, ən əsaslı xanımlara da sözüm ki, bəzi xanımlar deyir ki, dərsə qoşulur, nəsə oxumalıdır da, bu oxumasa hardan biləcək ki? Baxın, deməli, oxuması üçün deyir ki, mən harasa gedirəm deyir. Oxuyum, gedim də, oxuyum tələsik, tələsik iki daşın arasında nə tərsə də oxuyur, bu gedəsi yerinə gedir. Bu çox səhv fikirdir. Bu cür oxumaq olmaz. Ya gələndən sonra oxuyun, ya bir saat öncə oxuyun. Özünüzə bir sakit, düzgün məkan seçin. Ola bilir ki, deyir ki, yoldaşım işdən gələcək. Ay aman, nə edeyim mən? Belə də işdən gələcək deyir, qoy tələm-tələsik oxuyur ki, mən yoldaşıma yemək hazırlamalıyam. Bu da düzgün seçim deyil. Sən onda nətər oxudun? Sənin fikrin hardadır? Sən necə oxudun? Nə hazırladın? Bu da düzgün deyil. Sözümün canı bunu demək istəyirəm ki, özünüz üçün şərait yaratmalısınız ki, sakit məkanda, sakit yerdə oxumalısınız. Heç kəs sizi narahat etməsin, heç bir səs-küy olmasın. Həmçinin də oxuduğunuzu gözünüzün qarşısına gətirməlisiniz. Siz əgər oxuduğunuz ağzınız tərpənirsə, fikriniz başqa yerdədirsə, siz onu heç vaxt öyrənə bilməyəcəksiniz. Mütləq şəkildə oxuduğunuzu anlamaq lazımdır. Oxuduğunu anlamırsansa, sən heç nə öyrənə bilməyəcəksən. Oxuduğunu düşün, beynində təkrar elətdir və həmçinin də oxuyub anlama deyən belə bir şey var ki, oxuyub anlamaq lazımdır ki, sən onu öyrənə biləsən. Məsəl üçün, özünüz üçün mütləq şəkildə vaxtı düzgün seçməsəz, öyrənmək də çətin olacaq. Öyrənməyin üçün də mütləq şəkildə siz həmçinin dediyim kimi, necə deyim, seçməlisiniz də, düzgün vaxt seçməlisiniz, rahat, sakit yer seçməlisiniz ki, daha yaxşı öyrənə biləsiniz. Həm də hövsələniz olmalıdır. Mən bilmirəm, mən bu danışdığım vaxtda kim qaldı, kim çıxdı bilmirəm. İndi girdim ki, gördüm ki, bir neçə adam çıxıb. Yəni, əgər siz nəyəsə öyrənməksiniz də səbirli və hövsələli olmalısınız. Bəlkə sizə yorucu gələ bilər nəsə. Yəni, xeyr, əgər siz o nəyəsə öyrənəcəksinizsə, yorucu gəlməməlidir. Siz onu hövsələniz olmalı, səbriniz olmalıdır, axıra çatdırılmaz. Elə adam güya nəsə oxuyur. Vıdı eləyir, üzündən keçir. Yalandan adilər oxuyur. Bir də bunun vaxtınızı alıram xanımlar. Bu nəzərinizə çatdırır. Məsəl üçün, bəzən mənim qruplarıma xanımlar qatılanda deyir ki, mən sizinlə hazırlıq qruplarınıza qatılıram. Hər cür hazırlıq qrupu var. Bağçada, Mix Sertifikasiya, Kitabxanaçı, Laborant, Uşaq Birliyi, hamısına direktor müavin. Deyir ki, siz mənə qarantiya verirsiniz, mən sizinlə hazırlaşacağam və imtahana girəcəm. Mən də deyirəm ki, bunlara cavabımda, əgər siz axşama kimi Instagramda gəzəcəksiniz,
verəcək sizə, TikTok qurdalayacaqsınızsa, xeyr, mən sizə heç bir zəmanət vermirəm. Hazırlaşıram deyən insan heç vaxtını boş yerə sərf eləməz, fikrini, özünü toparlamalıdır. Məsəl üçün, bunu da deyim ki sizə, əgər uğur nərdivanını mətin addımlarla addımlamaq istəyirsənsə, uğura çatmaq istəyirsənsə, özün qarşına qoyduğun məqsədə çatmaq istəyirsənsə, iddialı olmalısan. İnansız, mən hal-hazırda bugünkü günü ya TikTokum yoxdur, ya Instagramım, ya Facebookum, heç bir nəyim yoxdur. Məsəl üçün, mən öz regional təhsil idarəmizin Facebookuna baxmaq istəyəndə hardansa, kimdənsə baxıram. Bircə WhatsApp var və salam, nəsə baxmaq istəyirəm, YouTube'dan baxıram. Ona görə mənim üçün çox mənasız, çox boş bir şeylər gəlir. Normal şeydir, hər bir kəs sosial şəbəkədən istifadə edə bilər, amma o insandan nəsə öyrənmək istəyən insan üçün heç də yaxşı şey deyil. Ona görə mən bugünkü günü inansız, mən marşruta minəndə əlimdə kitab olur, qulamına aşıq edir. Yəni bu cürə insanlara da mən hər zaman nəsə öyrənməyi tövsiyə edirəm və hər zaman da axşam yatmamışdan öncə düşünün ki, mən bugün nə öyrənmişəm? Hər gündə nəsə öyrənməyə çalışın. Yeni bir şey. Fərqi yoxdur. İstəyir Evdar xanım, istəyir müəllim, istəyir hər kim olsun. Məsələn, Evdar xanım ola bir resept öyrənə bilir, imtahana hazırlaşır, nəsə öyrənir. Mütləq şəkildə nələrsə öyrənməyə çalışmaq lazımdır. Mütləq şəkildə ki, yəni öz bacarığını artıra biləsən, öz savadını artıra biləsən. Xanımlar, mən artıq 9-da mənim dərsim var idi. Bilmirəm nə dərəcədə sizinlə danışdım, sizin üçün nə dərəcədə əlverişli oldu, nələr öyrəndiniz, nələr öyrənə bilmədiniz, bilmirəm, necə əlverişli oldu, bilmirəm. Mən danışacağım bu qədər sizinlə.